Dövlət İmtahan Mərkəzi Xankəndi şəhərində ilk dəfə qəbul imtahanı keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, mayın 25-də 2-ci və 3-cü, iyunun 1-də isə 1-ci və 4-cü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları Respublikamızın 24 şəhər və rayonunda təşkil olunacaq. Sevindirici haldır ki, Dövlət İmtahan Mərkəzi həm mayın 25-də, həm də iyunun 1-də Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır. İmtahanlar Qarabağ Universitetində təşkil olunacaq. İmtahanlarda Xankəndi ilə yanaşı Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı Füzulidə Uluqbəy adına məktəbin, Cəbrayılda Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı Kənd Orta Məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndi şəhərində verəcəklər. Mayın 25-də keçiriləcək imtahanda 51, iyunun 1-də keçiriləcək imtahanda isə 21 abituriyentin iştirakı nəzərdə tutulur. Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2023-cü ildən etibarən işğaldan azad olunan bölgələrdə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlayıb. İlk buraxılış imtahanı Zəngilan rayonu Ağalı Kənd Orta Məktəbində keçirilib. Daha sonra Laçın şəhər 2 nömrəli və Zabıq Kənd Orta Məktəbi, Füzuli Uluqbəy adına 1 nömrəli məktəb və Ağdərədə Talış Kənd Orta Məktəbi. 2025-ci ildə isə Şuşa 1 nömrəli tam orta məktəb, Xankəndi 4 nömrəli tam orta məktəb, Xocalı 1 nömrəli tam orta məktəb, Cəbrayıl Mehdizadə adına tam orta məktəb və Laçında Suz Kənd Orta Məktəbi. İlk dəfə buraxılış imtahanları keçirilib.